Ən çox Bakı-Sumqayıt yolundan, Bakı-Xırdalandan istifadə edən insanlar təbii ki, narazılıq edir ki, daima orada tıxacılar olur. Sıxlıq olur, tıxacılar olur da, yəni sıxlıq olur. Və təbii ki, insanları düşünür. Tıxaclardan, sıxlıqdan necə azad olaq, hansı şərait yaradılsın, yollar axtarılır. Təbii ki, yaxın vaxtlarda yəqin ki, bu həllini tapacaq. Xırdalan dairəsi ətrafında yol hərəkətinin təşkili yenidən qurulacaq. Dəyişiklik Bakının baş planına uyğun olaraq həyata keçiriləcək. Məqsəd Bakı-Sumqayıt yolunda xüsusilə gün pik saatlarda yaranan tıxacıların qarşısını almağa hesablanıb. Biz düşünürük ki, yox etmirlər, amma artıq narahat olanlar var. Təbii ki, bu haqda ekspert danışıb. Ekspert deyir ki, aidiyyatı qurumlar tərəfindən ərazidə təhlillər aparılır və dəyişikliyin edilməsinə qərara verilib, artıq qərar verilib ki, etmək lazımdır. Və suallar yaranır. Bəs Xırdalan dairəsində hansı dəyişiklik ediləcək? Bu dəyişikliklər də təbii ki, olacaq. Nəqliyyat axını normallaşacaq, hərəkəti daha təhlükəsiz və sürətli olacaq. Nəticədə Bakı-Sumqayıt yolundakı sıxlıq tarixə qovuşacaq. Ən çox Xırdalandan, Bakı-Sumqayıt yolundan istifadə edənlər yaxın zamanda gözlənilir. Bunlar olacaq. Biz demək olar ki, görürsünüz nə dedi? Tıxac tarixə qovuşacaq. O günü görəcəyikmi? Doğrudan da biz belə iş eləyəcəyik, belə tarixi. Ay Sumqayıt yolu, ay Xırdalan yolu. Yəni yaxın vaxtlarda bu problem həllini tapacaq.